EmiTrade kurslarına qəbul avqust ayının 25-nə kimi davam edəcək. Dərslərimiz sentyabr ayının 1-i başlayacaq və nəyə görə EmiTrade kursları digər kurslardan fərqlənir? Çünki mənim etdiyim tədrisdə heç bir şablon məlumat yoxdur. Yəni, burada öyrəndiklərinizi heç bir yerdə nə oxuyacaqsınız, nə öyrənə biləcəksiniz, nə də eşitməyəcəksiniz. Tam fərqli bir yanaşmadır. Nə risk menecmentdən bəhs eləyirəm, çünki bu bütün hər yerdə şablon bir məlumatdır və digər şablon məlumatlar ki var, hər yerdə məsələn onu tapıb özünüz oxuya bilərsiniz. Bu məlumatların heç birini nə istifadə eləyirəm, nə də tədris etmirəm. Giriş nöqtələrin, çıxış nöqtələri tam fərqli bir yanaşma, Fibonacci səviyyələrinin tam fərqli istifadə qaydaları, ümumiyyətlə bir çox fəndlər və bir çox faydalı məlumatlar, istəyir psixologiya, istəyir texniki tərəf olsun, çox faydalı bilgilər əldə edəcəksiniz. Kursa qoşulanlar hazırladığım EmiTrade pattern kataloqunu da əldə edəcəklər. Burada bir neçə pattern var, yəni dönüş patternləri var. Onu uzun müddət istifadə edib sınamışam və bu kataloqa əlavə eləmişəm və Fibonacci'nin 2 istifadə qaydasını da buraya əlavə eləmişəm. Və kursu bitirənlər EmiTrade Best indikatorunda ödənişsiz əldə edəcəklər və istifadə edəcəklər. Çox köməyinizə gələcək. Kursu bitirənlər, yəni bütün o biliyi alandan sonra indikatordan da çox rahat şəkildə istifadə edə biləcəksiniz. O yüzden əgər tam fərqli bir biliyə sahib olmaq istəyirsinizsə və kursu bitirəndən sonra da tradingə olan baxışınız tamamilə dəyişəcək.